Salam, hər vaxtınız xeyir olsun, hörmətli televiziya tamaşaçıları. Dünya televiziyasının efirində DTV Aktuala baxırsınız. Böyük məmnuniyyətlə bugünkü efirimizin qonağını sizə təqdim edirəm. Qonağımız Milli Məclisin deputatı Vüqar müəllim Bayramovdur. Vüqar müəllim, xoş gördük sizi. Yeni studiyada ilk dəfədir sizinlə görüşürük. Xoş gəlmisiniz. Xoşunuz olsun, xeyir olsun inşallah. Çox sağ olun, çox sağ olun. Təşəkkür edirəm. İcazənizlə söhbətimizə başlayaq. Yaşayış minimum haqqında qanunda dəyişikliklər edilib. Hörmətli millət vəkilimiz, bu barədə nə deyə bilərsiniz? Bildiyiniz kimi, artıq yaşayış minimum haqqında qanun edilən dəyişikliklər Milli Məclisin komitəsində müzakirə olunub, qəbul olunub və Milli Məclis tərəfindən də müzakirələr davam etdirilir. Bu demək ki, biz yaxın zamanlarda yaşayış minimum haqqında qanuna yeni dəyişikliyin Milli Məclis tərəfindən qəbul edilməsi və Cənab Prezident tərəfindən imzalanmasını müşahidə edəcəyik. Və əvvəla qanun edilən dəyişikliklər bir tərəfdən həm institusional olaraq qanunun tətbiqi dairəsinin genişləndirilməsinə imkan verəcək. Bildiyiniz kimi, qida normaları hazırda mövcud qanundan təhsil və tibb müəssisələri üçün hazırlanır və təsdiq olunur və artıq yeni dəyişikliklər əsasən təhsil və tibb müəssisələri ilə yanaşı həm də sosial müəssisələrdə qida normaları tətbiq olunacaq, hesablanacaq və bu əslində imkan verəcək ki, xüsusən də qida normaları ilə bağlı qaydalar və həmin normaların tətbiqi praktik olaraq yalnız təhsil və tibb müəssisələrini deyil, həm də təbii ki, sosial müəssisələrə əhatə etsin. Bu da təbii ki, daha çox vətəndaşımızın bu normalardan faydalanmasına imkan verəcək. Bu kontekstdən təbii ki, bir mənalı şəkildə pozitiv dəyişikliklərdir və vətəndaşlarımızın bu istiqamətdə faydalanmaq imkanlarını artıracaq. Mühüm məqamlardan biri istehlak səbətinin tərkibinin təsdiq edilməsi ilə bağlıdır. Bu niyə vacibdir? Nə üçün bizim tamaşaçılar vətəndaşlarımız üçün vacib? Çünki istehlak səbətinin tərkibi həm də yaşayış minimumunun və eləcə də ehtiyac meyarının müəyyənləşdirilməsində həlledicidir. Bildiyiniz kimi, istehlak səbətinin tərkibi 2014-cü ildə təsdiq olunub, bu Nazirlər Kabineti tərəfindən təsdiq olunur və artıq 2025-ci ildə istehlak səbətinin yeni tərkibinin təsdiq olunacağı gözlənilir və istehlak səbətinin tərkibi yeniləşməsi bir tərəfdən yeni xərclərin, çünki bildiyiniz kimi, ötən müddətdə xərclərin strukturunda dəyişikliklər baş verib, yəni istehlak xərclərinin strukturu dəyişib və istehlak xərclərinin strukturu dəyişdiyi üçün bu müddətdə təbii ki, istehlak səbətinin tərkibinə baxılması aktuallaşmışdır, vacib idi və istehlak səbətinin yeni tərkibinin müəyyənləşdirilməsi həm də yaşayış minimum məbləğinə təsir göstərir və bu növbəti dövrdə yaşayış minimum məbləğində daha çox artımların həyata keçirilməsinə imkan verəcək. Bildiyiniz kimi, hazırda yaşayış minimum məbləği 285 manatdır və ehtiyac meyarı və xüsusən ehtiyac meyarı 285 manatdır ölkə üzrə və istehlak səbətinin dəyərinin yenidən hazırlanması və yenidən təsdiq edilməsi yaşayış minimum məbləğinə birbaşa təsir göstərəcək. Bu indikatorlar, bu meyarlar nə üçün vacibdir? Çünki ünvanlı sosial yardım alan vətəndaşlarımızın sosial yardım məbləği birbaşa ehtiyac meyarı ilə müəyyənləşir. Ehtiyac meyarı nə qədər artırsa, ailənin, sosial yardım alan ailələrin aldığı yardım məbləği o qədər çoxalır. Bu kontekstdən təbii ki, bu yaşayış minimum məbləğinə təsir göstərdiyi üçün, nəticədə ehtiyac meyarının məbləğində də artımlar müşahidə olunduğu üçün, bu həm də ünvanlı sosial yardım proqramında yardım alan vətəndaşlarımızın yardım məbləğinə təsir göstərəcək. Yəni, vətəndaşlarımızın aldıqları, dövlət büdcəsinin aldıqları yardım məbləğində artımlar müşahidə olunacaq. O baxımdan dəyişikliklər təbii ki, sosial baxımdan pozitivdir, vacibdir. Xüsusən də daha çox sosial qayğıya ehtiyac olan vətəndaşlarımızın sosial müdafiəsinin daha da gücləndirilməsinə imkan verəcək. O kontekstdən təbii ki, kifayət qədər mütərəqqi bir dəyişiklikdir. Nəticədə bu dəyişikliyin qəbul edilməsi xeyli sayda vətəndaşlarımızın bu dəyişikliklərdən faydalanmasına və təbii ki, xüsusən də qeyd etdiyimiz kimi sosial müdafiə tədbirlərinin genişləndirilməsinə imkan yaradacaq. Təşəkkür edirəm ətraflı cavaba görə. Əmək pensiyaları ilə bağlı hansı yeniliklər var, hansı dəyişikliklər var? İstərdim bu barədə də sizin fikirlərinizi eşidək. Bu da çox vacib məqamlardan biridir. Çünki bildiyiniz kimi, əmək pensiyaları haqqında qanuna da dəyişiklik Milli Məclisə qəbul olundu və burada söhbət güzəştli şərtlərlə pensiya çıxan vətəndaşlarımızla bağlıdır və
mövcud qanunvericiliyə əsasən, artıq qəbul edilən dəyişikliyə əsasən, güzəştli şərtlərlə pensiya çıxan vətəndaşlarımızın pensiyası güzəşt müddətində dövlət büdcəsi hesabına ödəniləcək. Söhbət nədən gedir? Söhbət ona gedir ki, bəzi vətəndaşlarımızın güzəştli pensiya almaq hüququ var. Burada, məsələn, 5 və daha çox uşağı olan ailələr, yəni çox uşaqlı ailələrə bu şamil olunur. Analar, bir sıra halda atalar daha tez pensiya hüququ qazanırlar. Yəni, nəzərə alsaq ki, bu halda analar artıq çox uşaqlı ailə olduğuna görə analar 64 deyil, 59 yaşda pensiya çıxmaq hüququ qazanırlar. Atalar bu hüquqdan istifadə etdiyi halda atalar 65 deyil, 60 yaşda pensiya çıxmaq hüququ qazanırlar və onların 5 illik güzəşt müddəti olur. Qanunvericilik edilən dəyişiklik məhz həmin 5 il müddətində bütövlükdə pensiyaların dövlət büdcəsi hesabına ödənilməsini özündə etib edir. Yəni, məsələn, vətəndaşımız güzəştli şərtlərlə pensiya çıxır, güzəşt şərtlərlə 64 deyil, 59 yaşında pensiya çıxır xanım vətəndaşımız və həmin vətəndaşımızın pensiya məbləği 500 manatdır. Və həmin məbləğ, yəni bizim nümunəmizdə, həmin o aylıq məbləğ, təbii ki, ildə bir dəfə indeksləşdirib artırılır, həmin o aylıq məbləğ dövlət büdcəsi hesabına ödəniləcək. Yəni, bunun özəlliyi ona ibarət, üstünlüyü ona ibarətdir ki, bu, xüsusən də güzəştli şərtlərlə pensiyalan vətəndaşlarımızın pensiya ödənişlərinin daha dayanıqlı edəcək. Bu, həmin vətəndaşlarımızın pensiya ödənişlərinə və pensiya məbləğlərinin fasiləsiz, yubanmadan, dayanıqlı şəkildə ödənilməsinə imkan verəcək. Bu kontekstdə təbii ki, pozitivdir və eyni zamanda bildiyiniz kimi biz komitə iclasında da müzakirə etdiyimiz məsələlərdən biri çox uşaqlı ailə anlayışına baxılması və dəyişdirilməsi ilə bağlıdır. Buna bağlı da təkliflərimizi təqdim etmişik. Bildiyiniz kimi, hazırda 5 və daha çox uşağı olan ailələr çox uşaqlı ailə hesab olunur və biz təklif edirik ki, 3 və daha çox uşağı olan ailələr çox uşaqlı ailə hesab olunsun. Onlar təbii ki, bu halda onların da həm pensiya, həm digər istiqamətdə güzəştlərdən istifadə imkanları yaransın. Ona görə bu istiqamətdə müzakirələri gedir. Bildiyiniz kimi, əmək pensiyaları haqqında qanun mütəmadi olaraq təkmilləşir, dəyişdirilir və məqsəd ondan ibarətdir ki, bir tərəfdən həm pensiya islahatlarının dərinləşməsinə qanunvericilik baxımından töhfə verilsin, qanunvericilik bazasının möhkəmlənməsi, daha da təkmilləşdirilməsi həyata keçirilsin. Eyni zamanda təbii ki, məqsəd həm vətəndaşlarımızın pensiya məbləğindəki artımlar, həm eyni zamanda onların güzəşt şərtlərlə pensiya hüququnun yaranması və daha tez pensiya çıxmaq hüququnun yaranması kimi üstünlüklərdən istifadə imkanları genişlənsin. Və bildiyiniz kimi, güzəşt şərtlərlə pensiya hüququ Əmək Pensiya haqqında qanunun 8 və 9-cu maddələri ilə müəyyənləşir və 9-cu maddədə xeyli sayda vətəndaşlarımız, həm təbii ki, ağır iş şəraiti olan işlərdə çalışan vətəndaşlarımız, bir sıra digər incəsənətin fərqli sahələrində çalışan vətəndaşlarımızın 5 il tez pensiya çıxmaq hüququ var. Eyni hüquq bəzi digər, xüsusən bir sıra xəstəlikləri olan vətəndaşlarımızda da şamil olunur ki, onlar daha tez pensiyaya çıxırlar. Aviasiyada çalışan vətəndaşlarımızın bir qismi üçün belə güzəştlər müəyyənləşib. Ona görə də güzəştlərin dairəsi genişlənir. Güzəştlərin dairəsi genişləndiksə, yaşa görə daha tez əmək pensiyasına çıxmaq hüququ olan vətəndaşlarımızın da sayında artımlar müşahidə olunur. Bu da təbii ki, pensiya təminatının gücləndirilməsi baxımından vacibdir. Vüqar müəllim, dünyanın inkişaf etmiş ölkələrində yaşayan vətəndaşlar, onların pensiyaya çıxmaq yaş həddi və Azərbaycan vətəndaşının pensiyaya çıxmaq yaş həddi. Orada fərq var, yoxsa yox? Fərqli təbii ki, fərqli modellər var və inkişaf etmiş ölkələrdə pensiya çıxma yaş həddi nisbətən yüksəkdir. Bu da birbaşa ona bağlıdır ki, yəni inkişaf etməkdə olan ölkələrlə müqayisədə nisbətən yüksəkdir. Bu da ona bağlı ki, həmin ölkələrdə orta ömür müddəti daha yüksəkdir. Ümumiyyətlə, pensiya yaşı müəyyənləşdirən zaman orta ömür müddəti çox önəmlidir. Yəni, orta ömür müddəti çox olan ölkələrdə pensiya yaşı nisbətən yüksək olur. Amma təbii ki, bizim tədqiqatlar göstərir ki, bir sıra ölkələrdə, o cümlədən, məsələn, Polşada, bəzi Mərkəzi Şərqi Avropa ölkələrində qadınların pensiya yaşı ilə kişilərin pensiya yaşı arasında fərq var və yəni görünən fərq var. O cümlədən qardaş Türkiyədə və biz o baxımdan təklif edirik ki, pensiya yaşının diferensial yanaşma olsun. Yəni qadınlar daha tez pensiya çıxmaq hüququ qazansınlar. Bu istiqamətdə də biz təkliflərimizi təqdim etmişik. Çünki fərqli ölkələrin modelləri və təcrübələri göstərir ki,
qadınların xüsusən də pensiya yaşı tamam olan o yaş dövrlərində daha çox sosial dəstəyə ehtiyacı olur. Ona görə də onların kişilərlə müqayisədə daha tez, yəni baxmayaraq ki, bizdə hazırda bir il fərq var, amma biz o fərqin, yəni qadınlar bir il daha tez pensiya çıxır, amma nəzərə alsaq ki, növbəti illərdə bu pensiya yaşı bərabərləşdiriləcək 2017-ci ildə edilən dəyişikliklər əsasən, amma bizim təklifimiz ondan ibarətdir ki, qadın vətəndaşlarımızın daha tez pensiya çıxma hüququnun yaradılması məqsədə uyğun olardı. Çünki nəticədə təbii ki, onların bu istiqamətdə dəstəyə daha çox ehtiyac var. Eyni zamanda bəzi ölkələrdə pensiya yaşına həm yalnız kəmiyyət baxımından deyil, həm də keyfiyyət baxımından yanaşma var. Məsələn, biz təklif edirik ki, və xüsusən də tək anaların, tək qadınların daha tez pensiya hüququ yaransın. Yəni, təbii ki, çünki onların daha çox dəstəyə ehtiyacı var. Yəni, o, əslində, güzəşli kateqoriyanın genişlənməsi həm də daha çox vətəndaşlarımızın daha tez pensiya çıxmaq hüququnun yaranması anlamına gəlir. Buradan qeyd etdiyimiz kimi, yalnız həm qadınlar və kişilər üçün bu yaş əmək pensiyası və yaşa görə pensiyanın fərqləndirilməsi deyil, həm də keyfiyyət meyarları üzrə, məsələn, çox uşaqlı analarda var, amma biz təklif edirik ki, çox uşaqlı anlayışı da dəyişsin, 5-dən 3-ə endirilsin, nəticədə daha çox və xüsusən nəzərə alsaq ki, indi 5 və daha çox uşaq olan ailələrin sayı çox deyil. Ona görə biz təklif edirik ki, 3 və daha çox uşaq olan ailələr çox uşaqlı hesab olunsun. Bu da avtomatik olaraq həmin ailələrdə anaların və bir sıra hallarda ataların daha tez pensiya çıxma hüququnun yaranmasına gətirib çıxaracaq. Eyni zamanda, təbii ki, keyfiyyət meyarları, yəni çox uşaqlı ailə anlayışı ilə yanaşı, həm də tək qadın vətəndaşlarımızın, hansı ki, onların xüsusən də 60 yaş... Tək analar, tək atalar. Bu, ümumiyyətlə, dünya praktikasının daha çox tək analara, tək qadınlara bu istiqaməti güzəştlər tətbiq olunur. Çünki bilirsiniz, məsələn, 60 yaşında qadının dəstəyə daha çox, sosial dəstəyə daha çox ehtiyacı var. Ona görə biz o praktikanın da Azərbaycanın tətbiqini təklif edirik. Buna bağlı büdcə müzakirələrində də təkliflərimiz təqdim olundu, təkliflər təbii ki, müzakirələr gedir və əminəm ki, yəni xüsusən nəzərə alsaq ki, pensiya islahatları dərinləşir. Bu da təbii ki, növbəti mərhələdə pensiya sektorunda bütövlükdə həm əmək pensiyalarına bağlı, həm yaşa görə pensiya ilə bağlı artıq yeni yanaşmaların tətbiqinə imkan verə biləcək. Bütövlükdə biz, siz təbii ki, özünüzlə müşahidə edirsiniz ki, mütəmadi olaraq sosial qanunvericilikdə vətəndaşlarımızın sosial təminat artırması ilə bağlı dəyişikliklər edilir. Məsələn, pensiyalarla bağlı vaid indeksləşdirmə mexanizmi artıq 3 ilə yaxındır ki, tətbiq olunur. Əvvəlki dövrlərdə təxminən 100 min vətəndaşımızın pensiyası indeksləşdirilmirdi, artıq onların da pensiyası indeksləşdirilir, hər il yanvar ayının 1-dən etibarən artırılır. Yəni, bu artıq mütəmadi biz o pozitiv və sosial baxımdan vacib olan dəyişiklikləri müşahidə edirik. Bu dəyişikliklərdə təbii ki, nəticə etibarilə ilə vətəndaşlarımızın sosial təminatının daha da yaxşılaşdırılması baxımından vacibdir. Pensiya sektorunda olan dəyişikliklərdən, yeniliklərdən danışdınız. Artıq biz 2025-ci ilin o birinci hissəsini, yarım ilini artıq başa vururuq, yaxınlaşırıq da ora və dəyişikliklər və yeniliklər var. Çox gözəl. Maraqlıdır. Hal-hazırda pensiyanın orta məbləği nə qədərdir? Ümumiyyətlə, həm 2025-ci ildə, həm əvvəlki illərdə pensiyanın orta məbləğinin, yəni həm minimum pensiyanın, həm də pensiyanın orta məbləğinin artması həyata keçir. Bildiğiniz kimi, pensiyanın orta məbləğinə təsir göstərən faktorlardan biri minimum pensiya məbləğidir. Yəni, minimum pensiya məbləği nə qədər artırsa, çünki minimum pensiya məbləği Cənab Prezident tərəfindən müəyyənləşdirir və təsdiq olunur. Orta pensiya məbləği pensiyalanların orta məbləğidir. Əslində, biz həm də median pensiya anlayışının gətirilməsini təklif edilir. Minimum pensiya məbləği tamamilə doğru qeyd edirsiniz ki, 2025-ci il həm də bu istiqamətdə işlərin genişləndirilməsi, o cümlədən sosial paketin tətbiqi ilə, icrasına başlanması ilə yadda qaldı. Minimum pensiya məbləği 280 manatdan 320 manata da artırıldı. Yəni, Azərbaycanda artıq 2025-ci ildən etibarən 320 manatdan az pensiyanın verilmir və minimum pensiya alan vətəndaşlarımız da artıq minimum pensiya ilə 280-320 manatla əmək pensiyası hüququ qazanırlar.
Orta pensiya məbləği artıq, yəni məqsəd ondan ibarətdir, 600 manata yaxınlaşır. Median pensiyanın hesablanması həyata keçirilir. Burada məqsəd təbii ki, daha səmərəli şəkildə pensiya bölgüsünün həm təhlil, həm də təbii ki, bu istiqamətdə addımların atılmasıdır. Və yəni nəzərə alsaq ki, minimum pensiya məbləği artırmaqla yanaşı, həm də bildiyiniz kimi pensiyalarla bağlı tətbiq edilən amnistiya da davam etdirilir. Yəni bunun özəlliyi nədən ibarətdir? Yəni sizin veriş həm də maarifləndirici veriş olduğuna görə qısa olaraq onu da izah etmək istərdim, qeyd etmək istərdim. Bildiyiniz kimi əmək pensiyası hüququ qazanması üçün vətəndaşımızın ya ən az 25 il stajı olmalıdır və ya eyni zamanda minimum pensiya kapitalı toplamalıdır. Minimum pensiya kapitalı minimum pensiya məbləğinə uyğun olaraq müəyyənləşir. Yəni minimum pensiya məbləği 12 il 12 aya vurulur, yəni 144-ə vurulur. Alınan məbləğ minimum pensiya kapitalıdır. Yəni, və vətəndaş ya minimum pensiya kapitalını toplamalıdır, əmək pensiyası alması üçün və ya 25 il stajı olmalıdır. Üzr istəyirəm, əgər vətəndaş pensiya kapitalını yığa bilmirsə, yığa bilməyən vətəndaş nə etməlidir? 25 il o işlədiyi dövrdə 25 il çalışıbsa, artıq minimum pensiya kapitalına ehtiyac yoxdur. Avtomatik olaraq pensiya almaq hüququ qazanır. Yəni bunların ikisindən birinin olması yetərlidir ki, vətəndaşımız pensiya hüququ qazansın, yəni əmək pensiyası ala bilsin. Amma burada çox mühüm məqamlardan biri amnistiya ilə bağlıdır. Və amnistiyanın mahiyyəti nədir? Mahiyyəti ondan ibarətdir ki, vətəndaşlarımız var ki, onların siz qeyd etdiyiniz kimi minimum pensiya kapitalı çox deyil, 25 il də yoxdur. Amma həmin vətəndaşlarımız 2018-ci ilin iyulun 1-nə dək hətta 1 manat belə pensiya kapitalı, sosial ödəniş edibsə, avtomatik olaraq pensiya hüququ qazanır. Yəni bu o deməkdir ki, məsələn, az da olsa, hətta 1 manat belə. Yəni bu cənab prezident tərəfindən müəyyənləşdirilmiş və amnistiyadır. Məqsəd də təbii ki, vətəndaşlarımızın pensiya hüququnun genişləndirilməsidir. Yəni belə deyək, vətəndaşımız 25 il deyil, 10 il çalışıb, yığımı yəni indi tələb olunan 44 min manat deyil, ta ki 4 min manatdır. O halda belə vətəndaşımız yəni kapitalında 2018-ci ilə dək 4 min manat kapital yığıb və ya 2018-ci ilə dək 4 min manatın 100 manatını yığıb hətta, o artıq kifayət edir ki, həmin vətəndaşımız əmək pensiyası alsın. Və əslində vətəndaşlarımızın əmək pensiya hüquqlarının genişləndirilməsi baxımından cənab prezident tərəfindən müəyyənləşdirilmiş bir amnistiyadır, strategiyadır. Məqsəd təbii ki, bu da nəsəd onu gətirib çağırır ki, az yığımı olan, amma 2018-ci ilin iyulun ortasına da, iyulun 1-nə də sadəcə 1 manat, 10 manat sosial ödəniş etmiş vətəndaşımız avtomatik amnistiyadan faydalana bilsin, avtomatik pensiya almaq hüququ qazansın. Və bu da təbii ki, nəticə etibarən əmək pensiyası alan vətəndaşlarımızın sayına təsir göstərir. Nəticədə bu daha çox vətəndaşımızın əmək pensiyası almasına şərait yaradır. Sözsüz bu da onların, bilirsiniz, əmək pensiyasının yaşa görə müavinətin fərqi ondan ibarətdir ki, əmək pensiyaları hər il əsas fərqlərdən biri, təbii ki, fərqlər, məbləğdə də fərqlər var. Amma əmək pensiyaları hər ilin yanvarın 1-də əvvəlki ildə orta aylıq əməkdəki artım faizinə uyğun olan indeksləşdirilib artırılır. Yəni, məsələn, 2025-ci ildə orta aylıq əmək haqqı nə qədər artacaqsa, həmin faizə uyğun olaraq biz 2026-cı ilin yanvarın 1-dən əmək pensiyanın artırılmasını müşahidə edəcəyik. Amma müavinətlərdə indeksləşdirmə tətbiq olunmur. Indeksləşdirmə bütün növ əmək pensiyalarına tətbiq olunur. Bu, həm yaşa görə əmək pensiyasıdır, əlilliyə görə əmək pensiyasıdır və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Ona görə əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğləri hər il yanvarın 1-də artırılır və hər il yanvarın 1-də indeksləşdirmə həyata keçirilir. İndeksləşdirmə faizi fərqli olur. Bu, əvvəlki ildə orta aylıq əməkdəki artım faizinə uyğun olaraq tətbiq edilən indeksləşdirmədir və nəticə etibarən. O baxımdan təbii ki, amnistiyanın özəlliyi və üstünlüyü ondan ibarətdir ki, vətəndaşın 25 il stajı yoxdur və kapitalı çox deyil. Amma 2018-ci il iyulun 1-nə qədər sadəcə müəyyən bir kapital yığıb, o kapital, hətta yeni qeyd etmək istəyirəm, hətta 1 manat belə ödəniş edibsə, o kapital imkan verir ki, vətəndaşımız əmək pensiyası alsın və o əmək pensiyası almaq da o deməkdir ki, həmin vətəndaşımızın pensiya məbləği hər il
yanvarında əvvəlki ildəki orta aylıq əməkdəki artım faizin uyğun olaraq indeksləşdirilib, artırılır. Vüqar müəllim, mən öz növbəmdə sizə təşəkkür edirəm. Ona görə təşəkkür edirəm ki, biraz öncə də siz qeyd elədiniz, hər il yanvarda yeniliklər olur, artımlar olur və mən sizə təşəkkür edirəm ki, məhz bu yeniliklər olan kimi biz sizə müraciət eləyəndə siz televiziyamıza gəlirsiniz. Bununla bağlı televiziya tamaşaçılarına məlumat verirsiniz. Tam doğru söylədiniz. Biz çalışırıq efir vasitəsilə məlumat çatdıraq, maarifləndirək bizi izləyən televiziya tamaşaçılarını və sizinlə biz görüşəndə də, yanvar ayında görüşəndə belə siz də söyləmişdiniz, yanvarda artırımlar var, amma biz bunu fevralda görəcəyik. Yəni, birlikdə alacaq. Bəli, birlikdə alınacaq. Bir məqama toxunmaq istərdim. Düzdür, proqramımızın vaxtı da sona yaxınlaşır. Biz söylüyürük, siz də söylüyorsunuz ki, işləyirsən və müəyyən yaşa çatandan sonra təqaüdə çıxırsan. İnsan 70 il, 80 il yaşayır. Elə insan var, cavan rəhmətə gedir, dünyasını dəyişir. Məsəl üçün, bir 50 yaşında kimsə həyatını itirirsə, 50 yaşa qədər, məsəl üçün, orta götürə bir 10 il, 15 il, 20 il işləyib və bunun pensiya kapitalına nələrsə toplanıb. Amma bu pensiya yaşına çatmadı, həyatını itirdi. Onun o kapitalını kim götürə bilər? Bu istiqamətdə, ümumiyyətlə, pensiya kapitalı və dünyasını dəyişən vətəndaşımızın pensiya məbləğinin onun varisinə və ya varislərin verilməsi ilə bağlı. Bildiyiniz kimi, bu istiqamətdə fərqli, həm qanunvericiliyə, həm də praktikada fərqli tədbirlər və fərqli ödənişlər nəzərdə tutulur. Və belə qanunvericiliyə əsasən dünyasını dəyişən pensiyaçının pensiya məbləğini onun yoldaşı və ya 18 yaşına dək olan uşaqlar ala bilər və ya əlilliyi müəyyənləşdirilmiş uşaq varsa, ona ödəniş həyata keçirilir. Pensiya kapitalı ilə isə bağlı bu istiqamətdə ki, bizim də təkliflərimiz var. Pensiya kapitalının bir hissəsinin istehlak üçün istifadə olunması, yəni bir sıra digər inkişaf etmiş ölkələrdə olduğu kimi pensiya kapitalının bir hissəsinin vərəsiyə ödənilməsi ilə bağlı. Hazırda bizdə tətbiq edilən praktika həmrəylik praktikasıdır, modelidir və o modelə uyğun olaraq təbii ki, pensiya müddəti qanunvericiliklə 12 il nəzərdə tutulub. Yəni siz qeyd etdiyiniz kimi, təbii o deməkdir ki, 12 il daha çox pensiya ödənilmir. Təbii ki, əgər vətəndaşımız 65 yaşında pensiya çıxırsa, o həyatda olduğu bütün müddəti təbii ki, pensiyanı almaq hüququna malikdir. Amma sözsüz, siz qeyd etdiyiniz məqam tez dünyasını dəyişirsə, məsələn, pensiya çıxır, bir il sonra dünyasını dəyişir. Orada onun yoldaşının pensiyası azdırsa, yoldaşı öz pensiyasından imtin edib, dünyasını dəyişən yoldaşının pensiyasını ala bilər. Uşaqları, yəni qeyd etdiyimiz kimi, əlilliyi olan uşağı varsa və ya 18 yaşına qədər və ya ali məktəbdə oxuduğu halda burada yaş artıb. Bunların hamısı nəzərə alınır. Bəli, bunlar qanunvericilikdə var, praktikada da tətbiq olunur təbii ki. Çox sağ olun, çox sağ olun Vüqar müəllim. Artıq vaxt öz sözünü deyir, bizə ayrılan efir vaxtı da sona çatır. Və hörmətli televiziya tamaşaçıları, qeyd etmək istərdim ki, bugünkü efirimizin qonağı Milli Məclisin deputatı Vüqar müəllim Bayramov idi. Biz Vüqar müəllimlə qanunvericilikdə olan bəzi dəyişikliklərdən, pensiya ilə bağlı olan dəyişikliklər, yeniliklərlə bağlı suallarımızı çox hörmətli millət vəkilimizə verdik və cavablarımızı da aldıq. Siz də bunu efir vasitəsilə izlədiniz. Təşəkkür edirəm. Bizə ayrılan efir vaxtı sona çatdı. Dünya televiziyasının efirində DTV Aktuala baxdınız. Diqqətinizə görə təşəkkür edirik. Sağ olun.